Salam, sabahınız xeyir olsun, hörmətli tamaşaçılar. Dünya Mətbəxi rubrikası efirdədir. Bu dəfə biz Yunan mətbəxinə üz tutmuşuq. Rubrikamızın bu dəfəki qonağı Gyros dönər restoranının baş aşpazı Böyük ağa Mustafayevdir. Böyük ağa bəy, sabahınız xeyir. Sabahınız xeyir olsun. Bugün biz Yunan mətbəxtinə aid olan souvlaki yeməyini pişirəcəyik. Yunanların adətində bu onların kababıdır. Ona gedən ayrılmaz bir hissələri var. Ən əsas hissəsi bizim tzatziki sosumuzdur və pambıq kimi olan Yunan pitasıdır. Marinə olunmuş xüsusi marinatda toyuq filesi, iceberg, qırmızı soğan, pomidor, turşuq yağ və ayrılmaz hissələri tzatziki sosu və Yunan pitası. Pambıq kimi çox bir gözəl bir şeydir. Elə isə mətbəxə hazırlanmasına keçid edək. Belə hörmətli tamaşaçılar, souvlaki artıq hazırdır. Masaya da gəldi. Böyük ağa bəy, çox təşəkkür edirəm. Buyurun Nigar xanım, xahiş edirəm, rica edirəm. Dadına baxın, fikrinizi bildirin. Böyük ağa bəy, bir daha çox təşəkkür edirəm. Çox ləzzətli idi. Buyurun, nuş olsun Nigar xanım. Bu souvlaki deməli Yunanların kababıdır. Toyuqdan da olur, danadan da olur, qoyun ətindən də olur. İnşallah bizdə də hamısı gələcəkdə olacaq. Nuş olsun. Belə hörmətli tamaşaçılar, Dünya Mətbəxi rubrikası artıq sona çatdı. Gələn buraxılışda görüşərik. Hələlik.